Salam, mən Fokus Akademinin riyaziyyat müəllimi Elsəvər Mirzə. Növbəti suala baxaq. Növbəti suala bizə nə verib? 2y-1 bərabərdir 1. Tənliyinin kökü verilmiş kvadrat tənliyinin deyir ki, kökləri cəminə bərabərdir. Sonra deyir ki bizə ən sonda kvadrat tənliyin kökləri hasilini tapın. Biz bunu necə başlamalıyıq? İlk öncə verilmiş tənliyin kökünü tapmalıyıq. Yəni y-i tapmalıyıq. Onun üçün yazaq ki 2y-1 çarpaz vururam bərabərdir 7-yə. 2y bərabərdir 8-ə, y bərabərdir 4-ə. Tapdığım bu y deyir ki, bu kvadrat tənliyi kökləri cəminə bərabərdir. Yəni, biz bilirik ki, çevrilmiş kvadrat tənlikdə kökləri cəmi əks işarə ilə götürülür. Yəni, olacaq mənfi 3a-1 bərabərdir mənfi 4-ə. Üzüstüm 4-ə. Buradan da 3a-1 bərabərdir mənfi 4-ə. Buradan bir dəfə yazsaq ki, a'mız olur mənfi 1. Baxın, a'nı tapdıq. Amma bizə a'nı istəmir. Bizə nə istəyir? İstəyir ki, kvadrat tənliyin kökləri hasilini tapın. Baxın, kvadrat tənliyin kökləri hasildir işte. Baba, bizdən istədiyi bax budur. A plus 4'ü istəyir. Yəni, mənim aparıb, bax, kökləri hasilim budur. Yəni, aparıb mən a'nı buradakı A plus 4'də yerinə yazmalıyım. Yazanda mənfi 1 üzərinə 4 bərabərdir 3-ə. Deməli, mən nə tapdım? Kökləri hasilini tapdım ki, 3-ə bərabər imiş.